Ben bir faktı da buradan sizin diqqətinizə çatdıracağım. Amma adları açıqlamayacağım. Çünki özlərindən razılıq almamışam. Gülüstan sarayında İlham Əliyevin də bu işdə xəbəri yoxdur. Ha? Yəni deyim, bunu da biləsiniz. Gülüstan sarayında bir neçə nəfər tədbirdə daha doğrusu yığışırlar. İlham Əliyev Mehriban xanımla gəlir. Vaqif Axundov da orada olur. Adamlardan birinin problemi olur. Yanındakı dostları deyir ki, bəs həmişə deyirdin ki, bircə dəfə İlham Əliyevlə görüşsəydim, bu məsələ həll olardı. Deyirlər ki, niyə gedib görüşmüsən, gəlib da. Bunun ağlına batır, deyir ki, qardaş düz deyir, rast ki, buradadır prezident, niyə mən görüşməyim? Yaxınlaşır ona. Həmən yaxınlaşan adam Moskvada vaxtı ilə polis sistemində işləyibdir, polkovnik rütbəsində olubdur. Vaqif Axundovla çox yaxın münasibətləri olubdur. Yaxınlaşanda Vaqif Axundovun adamları bunun qabağını kəsəndə prezident deyir ki, buraxın gəlsin. Götürürlər, İlham Əliyev Mehriban xanımla aralanır, bununla əl verib görüşür. Ki verin. Kef alın, soruşur. Adam deyir ki, mən təəccüb qaldım ki, bu məni hardan tanıyır? Ki, bəs sənin məsələn hələ həll olmadı. Dedim ki, cənab prezident, həll olunmuyor. Çünki həmin məsələ də mətbuata çox geniş yayılmışdı. Deyir, kənarda da Hacı Bala ilə Ramiz Mehdiyev durmuşdu. Ki verin, ha?